Asterix ve Obelix Britanya'da. Alain de Roba həsr olunur. Bilirəm, bizim çox çətin günlərimiz olub. Amma ümid yeri qalmayanda biz ruhdan düşməmişik. O nədən danışır? Və bugün biz yenə də iş başındayıq. Və mənə inanın, bizi uğur gözləyir. Sağ tərəfdə gəmi görürəm! Sağ tərəfdə gəmi görürəm! Hücuma! Hücuma! Mən sizə demişdim. Gəl atanın yanına oğlum. Bu nədir belə? Bu nədir? Gözlərin gəmini. Yelkenleri kaldırın. Çel dolun. Çel dolun. Tez. Geçti. Yoldayım. Hücuma! Kimse mənə izah eləyə bilər. Bu neydi? Bu möhtəşəm görüntüdür dostlar. Bu dünya tarixində mövcud olmuş orduların ən güclüsüdür. O Roma İmperiyasının şöhrətli dünyanın ən uzaq cuşələrinə qədər aparacaq. Onun başında əskər, sərkərdə dayanır. O halvetlərə qalib gəlib, Almanları darmadağın eləyib, Qalları fəth eləyib, indi də Britlərin vətəni olan Britaniya adlı bu adanı işğal eləməyə hazırlaşır. Bu işğal dostlar, sadəcə Sezarın növbəti şıltaq qələbələrindən biri deyil. Bu işğal Roma xalqının bütün Britaniya sakinlərinə töhfəsidir. Bu insanlar xırtliyə qədər cahilliyə və vəhşiliyə batıblar və biz onlara qərb mədəniyyətinin gözəl rifahını gətiririk. Bir ara bax. Çox gözəl tamaşadır. Ha, elədir ki var. Britaniyada heyrətamiz və müəmmalı insanlar yaşayır. Onların çox qəribə bir adətləri var. Odur ki, gündüz saat 5'te onlar üçün həyat donur. Ha, güc ver. Güc ver. Güc ver. Gözdən. Bəs niyə həyat donur, Sezar? Onlar isti su içirlər. İsti su? Bu onların sevimli içkiləridir. Bir fincan isti su içersiniz. Memnuniyetle. Bir damcı da süt əlavə eləyin zəhmət olmasa. Ona görə də biz hər gün saat 5'te hücuma keçəcəyik. Və sizə söz verirəm ki, bu qələbə tariximizdə ən sürətli qələbə olacaq. Məncə həyəcan siqnalı vermək lazımdır. Bəlkə qaça-qaça gedək. Necə bilirsən? Hə, amma centlmenlər heç vaxt qaçmır. Yox, ora yox. Yox, pisdir. Belə daha yaxşı.
Zəhmət olmasa buranı yığışdırın. Və Sergio Litorax'ı çağırın. Baş üstə Ülya Həzrət. Öz hiləgər taktikası sayəsində bu Mr. Sezar ordumuzun 3/4 hissəsini darmadağın eləyib Ülü Həzrət. Sakit əzizim. Amma ölkəmizdə hələ də məğlub edilməz döyüşçülər var. Ona görə də biz sonuna kimi mübarizə aparacağıq. Buna baxmayaraq Jolitorax, mən bilmək istəyirəm. Biz Roma legionunun qarşısında nə qədər davam gətirə bilərik? Burada bir kənd var Ülü Həzrət. Davam gətirməyi gözəl bacarırlar. Doğrudan? Bəli, bu kəndin sakinləri sehirli içkinin köməyi ilə Romalılarla əl-yalın döyüşürlər. Məğlub edilməz olurlar. Ülya Həzrət, əgər etiraz eləmirsinizsə təklif eləyərdim kömək üçün onlara müraciət eləyək. Məncə bu çox gözəl ideyadır Jolitorax. Bəs o möcüzəvi kənd harda yerləşir? Eşidirəm. Qaliyada Ülya Həzrət. Deməli, siz təklif eləyirsiniz ki, qallardan kömək istəyək? Bəlkə doğrudan da onlara imkan verək. Bizi işğal eləsinlər. Qoy qallar olsun. Özün hər şeyi başa düşürsən. Godrix. Godrix. Yuxudan oyan. İndi olar. Nə olar? Şapalaq ilişdirmək. Yaxşı da Abelix. Başçımız Avtoritarix bizdən xahiş edib ki, qardaş oğlundan müğayət olaq. Onu kişi eləyək. Əgər onu yumruqlamayacaqsa, onda onu necə kişi eləyə bilərik? Abelix. Bu üsullar artıq çoxdan köhnəlib. Səbir, tərbiyə, gənclərə şəxs örnək və xeyirxahlıq. Bizim prinsipimiz bunlardır. Bu gənc o qədər məsuliyyətli olacaq ki, biz ondan fəxr eləyəcəyik, görərsən. Axır ki, onu vurmaq olar ya... Yox. Oyan Godrix. Bizim kənddə hamı tezdən oyanır. Mən Lutesiyadanam. Orada isə hamı bu vaxt yatmağa hazırlaşır. Ona görə yerimdən dura bilməyəcəm. Abelix. Nədir? Mən onu tərbiyə eləyirəm. Onu döymədim ki, istəyini yerinə yetirdim. O yerindən dura bilmirdi, mən də kömək elədim. Dəli olmusunuz? Biz bunu eləmək istəmirdik, amma bu sənin xeyrin üçün lazımdır. Gedək, işlərimiz başımızdan aşır. Hə, amma mən geyinib saçımı daramalıyam. Bəsdir, Godrix, çıx. Artıq 2 saatdə oradasan. Bəlkə tərbiyə prosesini təkrarlayaq? Bəsdir. Saçın elə əvvəlki kimidir. Yox, əvvəl daranmamışdı, amma indi pırtlaşıq saç effekti var. Görmürsünüz? Bu effekti almaq elə də asan deyil. Yaxşı, deməli belə, indi meşəyə gedəcəyik. Romanı necə döyməyin əsaslarını öyrənəcəyik. Nədir? Zorakılıq zəifliyin əlamətidir. Nə dedin? Bağışla Asterix, zəifliyin tutmasa da. Çox insanpərvərsən. Amma onu deyim ki, saçın heç dağılmadı. Siz həqiqətən dəli olmusunuz. Yox. Yaxşı, gedək. Bəxtin gətirsə, patrula rast gələcəksən. Düz, indi burada elə çox Romalı qalmayıb. İndi onların hamısı Britaniyaya gediblər. Amma eybi yoxdur, sən hələ o hara getdi? Düz sözümdür. Əvvəllər Lutesiyada yaşamışam. Amma biraz dincəlmək istədim və kəndə gəldim. Bu mahnı yazmağıma da kömək eləyəcək. Axı mən bardam. Sizə baxdım və başımda musiqi yarandı. Doğrudan? Hə. Mən sevginin olduğu yerdə dolmen ucaldaram, səni isə ölkəyə kraliçə qoyaram. Əladır.
Sən məni cuşa gətirdin. Müdaxilə edeyim üçün üzr istəyirəm, amma sən bura mahnı oxumağa yox, kişi olmağa gəlmisən. Qulaq asın kəndçilər. Kişi olmaq o demək deyil ki, yekəpər və heyvərə adam olasan. Yox, kişi həssas olmalıdır. O səni sevirəm deməkdən utanmamalı, ağlamaqdan qorxmamalıdır. Hə, elədir. Ona görə də məni rahat buraxın, qanmazlar. Mən özüm. Bu gördüklərimi nəzərə alsaq, mən düzgün ünvana gəlmişəm. Sən uzun bir yoldan gəlmisən mənim Britaniyalı dostum. Sənə nə təklif eləyə bilərik? Qızardılmış qabağın, yoxsa Bir pivə? fincan isti su. Və salam. Bir damcı da süd əlavə eləsəz əla olar. Asterix, Obelix, tanış olun. Bu Jolitorax'tır. O Britaniyadan gəlib bizdən xahiş eləyir ki, Roma legionlarına qarşı döyüşməkdə onlara kömək Çox eləyək. şadam. Gəlin əl sıxaq. Obelix, sən nə inəyirsən? Nə var? O özü təklif elədi ki, əsxaq. Axı o Britdir. Onlar bizim kimi danışmırlar. İnanılmazdı. Siz çox güclüsüz. Güman eləyirəm bu sehirli içkinin təsirindən. Obelix balaca olanda qazanın içinə düşür. Qoy xəbər olsun. Sizə deyim ki, biz o içkinin köməyi ilə Roma ordusunu çox asanlıqla məğlub eləyəcəyik. Bəs siz niyə tərsinə danışırsınız? Nə, başa düşmədim? Mən Panoramix'dən xahiş elədim ki, Britaniyalı dostlarımız üçün sehirli içki Onlara içki düzəltsin. göndərəcəksiniz? Siz onu Obelix'lə birlikdə aparacaqsınız, amma çalışmalısınız ki, o pis insanların əlinə düşməsin. Əla, biz Britaniyaya gedirik. Orada çoxlu döyülməmiş Romalı var. Düzünü desəm, mən sizin qardaş oğlunuzdan canımı qurtarmağı arzulayırdım. Yox, Obelix. Goldrix də bizlə Bu gedəcək. mümkün deyil. Onda İdefix'e orada yer olmayacaq. Bu səfər onu hazırlamaq üçün əla imkan yaradır. Mən razı deyiləm. Şef. O icazə vermir. Deyirsən balacasan. Deyir ora uzaqdır, qayıqda da yer yoxdur. O başqa axmağı götürmək qərarına gəlib. Amma hər halda özün bilirsən ki, biz tez qayıdacağıq. Çəlləyi verəcəyik, salam, sağ ol və salam. Sən heç darıxmağa macal tapmayacaqsan. Yox, yox. Hə, orada çoxlu Romalı olacaq. Amma nə olsun? Özün bilirsən ki, Romalılar istiridye kimi bir şeydir. Adam tez doyur, hə? Yaxşı, ağıllı ol. Evdən müğayət ol. Mən sənə güvənirəm. Yaxşı? Mən düşmənlərlə döyüşmək, Romaya xidmət eləmək üçün legioner olmuşam. Hər gün papirussuz mühacir tutmaq istəmirəm. Sezar əmr eləyib ki, imperiyada sabitliyi qorumaq üçün mühacirətə nəzarət eləyək. Yaxşı görək, mühacirətə nəzarət eləmək nə deməkdir? O deməkdir ki, qulaq as, əmr əmrdir, əmri müzakirə eləmirlər. Ay səni, deyəsən bəxtimiz gətirdi. Necə gətirdi? Qallar sahildədir, bu qadağan deyil. Yox, burada sahilə çıxmaq qadağandır. Gəl yoxlayaq. Özün get. Nə? Mən ora getmək istəmirəm. Hər kəsin öz vəzifə borcu var. Bu sənin vicdanına yazılacaq. Dayan, dayan, dayan. Roma legionu, sərhəd nəzarəti. Papiroslarınızı göstərin görüm. Bu saat. Bu köhnə papirusda Obelix. Doğrudan. Hə, indi təzələrini verirlər. Mərmərə yazırlar. Onu saxtalaşdırmaq olmur. Köhnələr kimi deyil. Çəlləkdə nə var? Romalıların bir problemi var. Hər işi belə həvəslə görmürlər. Bunu mənə deyirsiniz? Al Jolitorax. Seyirli içkini yoxlamağın vaxtı çatdı. Təşəkkür edirəm. Dayanın, o nə deyirsiniz? Bu saat. Bir saniyə gözləyin. Vəzifə borcundan başqa məndə özünü qoruma instinkti də var. Hı? Hı? Nə oldu? Müqavimət göstərirlər. Yupiter naminə!
Mənim sapiensim artıq tükənmək üzrədir. Yəqin səbriniz demək istəyirsiniz. Yox, mənim sapiensim mənim ağlımdır. Məyər siz latın dilini bilmirsiniz? Yazmağa nəsə gətirin. Senatdan xahiş eləyəcəm mənə əlavə qoşun göndərsin. Ave Sezar, Roma senatorunun nümayəndələri qəbulumuza gəlmək istəyir. Ha, inanılmazdı. Mən elə senat haqqında fikirləşirdim və o gəlib çıxdı. Deyəsən tanrılar mənim üzümə gülür. Qoy gəlsinlər. Kiçik bir ziyafət təşkil elə. Onların əhvalını qaldırmaq lazımdır. Abi, çox hörmətli senatorlar. Bu bizim üçün böyük şərəf və... Ave Sezar, ave, senator Lucius Funis. Senat bizə tapşırıb ki, sənin xərclərinin tam auditini çıxaraq. Nə? Audit, latın dilindədir, mənası... Yox, mən bilirəm. Mən sənin arxivinlə tanış oldum və bəzi şeylər mənə aydın deyil. Doğrudan? Hə, məsələn, sən Aleksandriyadan Londiniuma özəl gəmidə səfər eləmək üçün 20.000 xırda pul xərcləmsən. Hə, sadəcə Kleopatra uikendə getmək istəyir. Məyər Kleopatra müntəzəm reyslərlə getmir? Hər halda o Misirin kraliçasıdır. Əgər Misirin kraliçasıdırsa, onda niyə giriş haqqını? Misir yox, biz ödeyirik. Yaxşı, mən adamlarımla burada hər şeyi yoxlayacağım və ümidvaram siz bizə təzyiq göstərməyəcəksiniz. Yox, heç ağlıma da gəlmir. Senatorlar üçün ziyafət hazırdır. Qızları dəvət eləyək? Bəs kömək? Kömək olmayacaq? Bağışda, böyük Sezar, ağlıma bir fikir gəldi. Eşidirəm. Biz gizli vəsaitlərimizdən istifadə edib ora barbarları göndərə bilərik. Hətta fərz eləyək ki, gizli vəsaitlər mövcuddur. Bəs söhbət hansı barbarlardan gedir? Ən pislərindən Sezar. Normanlardan. Onlar şimalda yaşayan dözümlü bir xalqdır. Orada qar heç vaxt ərimir. Gecə isə 6 ay davam edir. Onlar düşmənlərinin kəlləsində şərab içən çox qəddar döyüşçülərdir və onların bir xüsusi cəhəti də var. Qorxunun nə olduğunu bilmirlər. Yadıma sal, adın nə idi? Meqaursuz, böyük Sezar. Sizə xidmət eləmək mənim üçün şərəfdir. Yaxşı Meqaursuz, bu işi sənə tapşırıram. Normanların yanına get. Və onları bura gətir. Əgər bu tapşırığı yerinə yetirsən, çox varlı olacaqsan. Vəssalam. İndi isə ziyafətə getməyin vaxtıdır. Bədxərclikdən xoşum gəlmir. Mən də gəlim? Yox, sənin payını yola qoyarıq. Niyə sən məni tərk elədin? Niyə məni atıb getdin? Niyə məndən ayrıldın? Aydın məsələdir, niyə? Niyə hər şey bitdi? Niyə çıxıb getdin? Bura bax, sən bezmədin. Mənim artıq qulaqlarım ağrıyır. Mənim oxumaq hüququm var. İndi sənə birini ilişdirəcəm, görəcəksən. Səbirlə tərbiyə eləmək lazımdır. Godrix, sən kim olmaq istəyirsən? Ha? Mən bard olmaq istəyirəm. Amma atam istəyir ki, druid olum. Əla fikirdir. Druid olmaq çox əyləncəlidir. Yaxşı görək, 60 il oxumalıyam. Yox, lazım deyil. Hey, bilirsiniz, Britaniyada ən gözəl insan kimdir? Turist. Turist. Xətrə dəyməsin dostum. Sadəcə biz sizin xalqınızı, Britləri müzakirə eləyəndə bizə elə gəlir ki, siz bir qədər o söz. Demək istəyirəm, yəni siz o qədər də... Yəqin siz də... Bəs siz Britaniyada bizim qalların haqqında nə düşünürsünüz? Açıq desəm, biz sizin lovğa, təkəbbürlü, əxlaqsız, qorxaq, savadsız və çirkli olduğunuzu düşünürük. Niyə məni tərk elədin? Yaxşı, bəsdir. Qoyun kimi mələsən, heç vaxt kişi olmayacaqsan. Kişi deyəndə nəyə nəzərdə tutursunuz? Sizin kimi bir yerdə yaşamağı və hər yerə etlə getməyi?
Öldürəcəm onu. Yox, Asterix, biz başçıya söz vermişik ki, onu evə qaytaracağıq. Yaxşı. Bəsdir. Bilirsiniz, bizdə kişilərin bir yerdə yaşaması nadir hadisə deyil. Yox, bizdə siz düşündüyünüz kimi deyil. Məncə o düz başa düşmədi. Abelexlə mən birlikdə yaşamırıq. Yəni biz bir ailə deyilik. Sadəcə bir evdə yaşayırıq. O mənada ki, yəni biz həmkarıq və həmişə bir növbədə işləyirik. Və digər tərəfdən baxanda bu çox əlverişli bir şeydir. Yəni bir-birimizə kömək oluruq. Düz demirəm? Hə, əlverişlidir. Mən səni tərk etməzdim. Mən səni sevərdim. Sağlam ol Abelex. Mən asqırmadım. Kimdir o? Üzr istəyirəm. Bağışlayın. Qayğınıza mindiyimə görə bağışlayın, hörmətli yolçular. Amma mən Britaniyaya getmək istəyirəm. Mənim kimlərəsə müntəzəm reyslərə papirussuz minmək qadağandır. Amma bu çox qeyri-adi üsuldur, elə deyil? Narahat olmayın. Ora çatan kimi mən öz yoluma davam eləyəcəm. Sizə mane olmayacağım. Mane olmursuz. Siz Britaniyada nə etmək fikrindəsiz, misya? Pindepis. Mənim adım Pindepisdir. Mən Qanq vadisində yerləşən çox uzaq və çox kasıb bir ölkədən gəlmişəm. Mənə dedilər Britaniyada varlanmaq olar və mən qərara gəldim ki, bəxtimi sınayım. Bəs o əlinizdəki nədir? Bu bitkini ölkəmdən gətirmişəm. Bizdə hər yerdə bitir. Ondan özümü tənha hiss eləmirəm. Sizdən çox xahiş edirəm. Məni dənizə tullamayın. Mən üzməyi bacarmıram. Yaman acmışam. Mən də acından ölürəm. Oo, deyəsən məktub gəlib. Ülya Həzrət, Jolitorax'tan məktub gəlib. O nə yazır? Ülya Həzrət, böyük sevinç və şərəflə bildirirəm ki, seyirli içki artıq Britaniya torpağındadır. Səmimi olaraq sizin Jolitorax. Gözəl xəbərdir. Düzdür mənim əzizlərim? Piyada gezməkdən zəhləm gedir. Əgər əsir kişi olmaq istəyirsən, sonda... Gəl dincələk. Bu da sakit və rahat bir yer. Burada yaxşıca dincələ bilərik. Ümid eləyirəm, onlarda qaban əti olacaq. Şən qaban aşxanası. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Şam eləmək istəyirsiniz. Zənnimcə biz 4 pay qızardılmış qaban sifariş vermək istərdik. Əgər mümkünsə. Əlbəttə mümkündür, əyləşin. Axşamınız xeyir. Salam. 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 Axşamınız xeyir. O gün akşam orada görüşürüz. Hey, sən də gəl. Bu nədir? Yaxşı. Qaban dedikləri budur. Bizi ələ salırlar. Bu Britaniyanın xüsusi yeməyidir. Nanəli sousla qaban ət adlanır. Məsləhət görərdim dadına baxasız. Çox ləzzətlidir. Bəs ondan niyə balıq iyi gəlir? Ona görə ki, onu treskanın ciyəri ilə bişirirlər. Əks halda onu yemək mümkün olmazdı. Yazıq heyvan. Abi, biz gizli şəkildə qitəyə çıxmış qalları axtarırıq. Abi, adlarınızı, nə işlə məşğul olduğunuzu və yaşadığınız yeri deyin. Əlbəttə.
Biz Britaniya tacirləriyik və işgüzar səfərə gəlmişik. Mənim adım Joli Toraksdır. Bu Asteraksdır. Bonsoir. Bu Obelaksdır. Bonsoir. Yox, bonsoir. Bonsoir. Yox, bir saniyə, bonsoir de. Mən də bonsoir deyirəm də. Yox, bonsoirlar yox, əyirsiz. Vurğu aya düşsün. Bonsoir. Hə, aferin. Və mənim bacı oğlum Tetaklaks. Təəssüf ki, o aldı. Yazıq uşaq. Əskərlər, aşxananı axtarın. Nuş olsun Britlər. Mən başa düşmürəm. Siz Britlər bunu necə yeyirsiniz? Heç nə yoxdur, komandir. Nuş olsun Britlər. Davam eləyə bilərsiniz. Tevtat özün kömək ol. Roma adından təslim olun qallar. Aferin, güya gizli gəldik. Mənim günahım yoxdur. Qabanı treska ciyəri ilə bişirmək zalımlıqdır. Mənim günahım yoxdur. Əlbəttə, Obelix, sənin heç bir günahın yoxdur. Sən heç vaxt günahkar olmursan, heç vaxt. Bu komplimentdir. Bilirsən mənim problemim nədədir? Sənlə olsam da tənhayam. Şuuri cəhətdən tənhayam. Sənin yanında şuuri aclıq keçirirəm. Amma yola gedirik. Yox, mən sənə dözürəm. Bu yola getmək demək deyil. Mən artıq bütün dünyanı yeriyən dəhşətdən, fəlakətdən, qəzadan qorumaqdan yorulmuşam. Başa düş mən, Obelix. Bax, sən nə əldə edirəmsən, hə? Heç nə, heç nə. Mən özümü qurban verirəm. Nəticəsi 0, tam 0. Artıq bəsdir. Bir şey də bil. 2 kişi və 1 it. Mən bu cür həyat arzulamamışam. İdefixin nəyi xoşuna gəlir? Hər şey, Obelix. Artıq başqasıyla tanış olmağın vaxtıdır. Kimlə? Mən oradan bilim. Amma bütün günü sənlə əl-ələ gəzməkdən bezmişəm. Ona nə olub? Kimlənsə tanış olmaq istəyir, amma bilmir kimlə. Ona görə əsəbləşib. Sözlər çox aydın izah elədi. Əgər siz boyun əyməyən Britlərin kəndini darmadağın eləsəz, sizi qızıla qərq eləyəcək. Qızıl cah-cəlal gətirir. Cah-cəlalsa ruhu zəiflədir. Siz bizi zəiflətmək istəyirsiniz? Nə danışırsınız? Məni düz başa düşmədiniz, qurd basan. Biz yalnız bir şərtlə ora gedərik ki, orada qorxu hissini dadmış olaq. Qorxu? Qorxu hissi bütün insanlarda var, hətta zəiflərdə də. Amma bizdə yox. Bizdə yoxdur. Biz qorxunun sirlərinə bələd olmaq üçün hər şey elədik. Alimlərimiz çox saylı sınaqlar keçirdilər. Necədir? Ağrı var, amma qorxu yoxdur. Vur. Biz uşaqlarımız doğulan kimi onlara qorxu hissini yaşatmağa çalışırıq. Faydası olmur. Qorxu bizdən kənar gəzir. Amma biz onu dərk eləyəcəyik. Axı niyə? Soruşur ki niyə? Çünki dünyada hamı bilir ki, qorxu adama qanad verir. Mənsə döyüşçülərimlə birlikdə uçmaq istəyirəm. Quş kimi. Onda deyə bilərik ki, bəxtiniz gətirib. Britlər dünyanın ən qorxaq xalqıdır. Yalan demirsən ki. Yox, ciddi sözümdür. Deyək ki, onlara hər hansı bir sual verirsən, belə cavab verirlər. Qorxuram ki, ya da qorxuram birdən... Onda qərarı aldıq. Biz Britaniyaya gedirik. Cənablar, Londiniuma xoş gəlmisiniz.
Mitsubishi Subaru. Hot doglar. Göyerçin poçtu. Romalar bizi axtarır. Gecə hərəkət eləyək və çəlləyi gizlədək. Yaxşı fikirdə amma harda? Düşünün, əgər ağacı gizlətmək istəyirsənsə, meşəyə get. Əgər çəlləyi gizlətmək istəyirsənsə, ən yaxşı yer haradır? Ha? Meşə. Hara? Meşə. Yox. Meyxana. Başqa çəlləklərin arası. Əla. Mən bizə uyğun bir yer tanıyıram. Relaxın meyxanası. Əmi oğlum Joliterax, səni gördüyümə şad oldum. Mən də relax. Mən də səni gördüyümə şadam. Amma iltifatları kənara qoyaq. Biz indi kraliçanın tapşırığını yerinə yetirəcəyik. İcazə ver, arvad uşağımdan vidalaşım, sonra sizin qulluğunuzda hazıram. Buna ehtiyac yoxdur. Sadəcə çəlləyimizi sənin yanında gizlətmək istəyirik. Aydındır. Bu çox asan bir işdir. Onu zirzəmidə gizlədərik. Ardımca gəlin. Pivə zəhmət olmasa. Bu şəhərdə ağla sığmaz bir enerji var. Başa düşmədim. Deyirəm, bu şəhərdə ağla sığmaz enerji, vurnuxma var. Bizə elə gəlir ki, hər şeyə qadirik. Hə, ola bilər. İnandırım sizi, mən Lutesiyadanam və bu mənada Lutesiya ölü şəhərdir. Lap muzey şəhəri oxşayır. Siz Lutesiyadansınız? Elə də uzaq deyil. 2 həftəlik yoldur. Mənim də pivəm gəldi. Növbətə qədər mənim hesabım olacaq. Yox, sağ ol. Mən təkid edirəm, mənim üçün xoş olar. Yox, düz Başa sözümdür, düşürəm, mən- fikirləşirsiniz. Ehtiyatlı ol, o qaldı. Adamı yoldan çıxarır, ona inanmaq olmaz. Sizə bir sir açım. Mən yoldan çıxaran deyiləm. Mən sadəcə həyatdan, bu cür anlardan zövq alan bir insanam. Biz görüşdüyümüz anlarda sanki həyat dayandı. Bura mənim xoşuma gəlir. İndi mən enerji və arzularla doluyam. Yaşamaq, gülmək və ağlamaq arzularıyla. Səhv eşitmədiniz. Məhz ağlamaq. Bəli, mən ağlayıram və bundan utanmıram. Bəli, mən ağlayıram. Çox tez ağlayıram. Bu cür kişilər xoşunuza gəlir? Əslində yox. Nə oldu? Çəlləyi gizlədə bildiniz? Ha? Nədir? Bığımda. Yaxşı, axşama qədər nə işlə məşğul olacağıq? Bilmirəm. Güman eləyirəm bəlkə Ophelia ilə plandan kənar görüşə gedək, hə? Belə kimdir? Mənim nişanlım. Biraz da qalıb. Mən nahara mərsin soslu qabırğa təklif eləyirəm. Eşitmişdim Britaniya qadınları ebəcərdir, amma bu pis deyil. Hə, gözəldir. Qara paltar da ona çox yaraşır. Jolitorax. Ne güzel sürprizdi. Mən də görüşdüyümüzə şadam, amma iltifatı kənara qoyaq. Mən kraliçanın tapşırığını yerinə yetirirəm. Biz Londiniumun yanından keçirdik və qərara gəldim ki, dostlarıma sizə Goldrex, təqdim çox şad edeyim. oldum. Sən nə edirsən? Sakit ol. Sadəcə O salam Jolitorax'ın verdim. nişanlısıdır. Biraz hörmətin olsun. Nə edirsən? Bağışlayın. O çox gəncdir. Korkulu bir şey yoktu. Asterix, xoş gördük. Tanışlığa şad oldum. Çox şad oldum. Mənim yoldaşlarım... Vəliyyədandılar. Bunu təyin eləmək çox asandır. Tərəfisə görə. Yox, iyə görə. Valideynlərim indi səfərdədir. Amma mən təkid eləyirəm ki, siz bir müddət bizdə qonaq qalasınız. İndi biz Miss McIntosh'la birlikdə sizin üçün yeməyə bir şey hazırlayacağıq. Bu şəhərdə ağla sığmaz bir enerji var, hə? Doğrudan? Ağla sığmaz enerji var. Burada hər şey ola bilər. Yaxşı insanlarla qarşılaşa bilərsən, dəyişərsən, vurularsan, əsl macəra yaşaya bilərsən ya da hərəsindən
Hərəsindən biraz. Mənə dedilər ki, dostunuzla sizin bir itiniz var. Onu gətirməmsiz? Yox. Bu nə məsələdir? Qallar gizlicə Britaniyaya gəliblər və özləri ilə kəlləkdən məxfi silah Bəli, gətiriblər. Sezar, biz əmr eləmişik ki, bütün qalları həbs eləyib dindirsinlər. Qadınlar və uşaqlar da daxil olmaqla. Həmçinin biz onların evlərini Yox, siz yandıracağıq. kəlləyi tapmalısınız. Hə, necə tapaq? Beyninizi işlədin. Ağacı gizlətmək üçün hara getmək lazımdır? Meşiyə. Amma kəlləyi gizlətmək lazımdırsa bunun üçün hara getmək lazımdır? Əlbəttə ki, meyxanaya. Dərhal Londoniumun bütün meyxanalarını axtarın və bütün kəlləkləri müsadirə eləyin. Yerinə yetirin. Bəs meşədəki ağac, o necə olsun? Dərhal kəlləyi tapın. Əks halda sizi nanəli sosla bişirib şirlərə yedizdirəcəm. Mən... Deyəsən onun xoşuna gəlmirəm. Kimin? Miss Makiştokun. Mən onun xoşuna gəlmirəm. Xarici görkəmdən baxanda elə bilirsən onu tez ələ almaq olar. Qəribədir, amma sizə baxanda deməzsən ki, Ofeliya ilə nişanlısınız. Bunu qətiyyən bildirmirsiniz. Bilirsiniz, məsələ burasındadır ki, Britlər bütün ədəb qaydalarına riayət eləyirlər. Bu qaydalara əsasən alicənab centlmen nişanlısını cəmiyyət arasında öz təkidli tələbləri ilə utandırmamalıdır. Başa düşdünüz? Aydındır. Baş-başa görüşlər bu nadir hallarda olmalı və bir neçə saniyə çəkməlidir. Aydındır. Bəs sonuncu görüş nə vaxt olub? Keçən il. Aydındır. Ofeliya bizə qalmaq təklif eləyəndə mən bir qədər pərt oldum. Amma cürət eləyib razılaşdığım üçün qətiyyən peşman deyiləm. Cürət eləyib duzu mənə verərsən? Bağışla. Sən Miss Maşanın xoşuna gəlmək istəyirsən? Hə, Onda ona kiçik bir hədiyyə elə. əla fikirdir. Tapdım. Adına əmr eləyirəm, açın! Meyxanını axtarın. Zirzəmini də. Legionerlər, bu kəlləklərdən birində məxfi silah var. Onu tapmaq üçün bizə səbir və dözümlü olmaq lazımdır. Sındırın və dadına baxın. Əgər şübhəli bir şey olsa, məlumat verin. Olmasa, kəlləyi xaçla işarəliyin və növbəti kəlləyə keçin. Hər şey aydındır? Komanda Mua, irəli! Başlayın! Bu il rododendronlar gözəl çiçək açıb. Doğrudan? Begoniyalar da həmçinin. Amma günə baxanlar yox. Bunu eşitmək çox kədərlidir.
Yəqin ki, bunu bitirmək üçün çox vaxt lazımdır, ha? Makintojlar nəsli artıq bir neçə əsrdir bunun üzərində usanmadan işləyirlər. İnanılmazdır. Mən onu başa çatdıranda o bizim nəslimizin ən əziz xatirəsi olacaq. Bu şəhərdə o qədər ağla sığmaz enerji var ki, adam... Heç, üzr istəyirəm. Heç nə. Oh, mane olduğum üçün üzr istəyirəm. Gəldim xəbər eləyəm ki, Romalılar sizin sehrli içki ilə dolu çəlləyinizi apardılar. Əgər axtarmaq istəsəz, çəlləkdə relaks yazısı var. Relax. Ve Claudius Lapsus, mənə də ver. Yox, bu Sənin də mənim burada çəlləyimdir. sənlərləri Muhammedi. Yox. Hey sen! Buraya gel. Olar ona bir yumruq vurur. Ama ehtiyatla. Abelix, ehtiyatla. Yaxşı da başa düşdüm. Aferin, əla. Axı bu çox ağrıdır. Belə, gəlin axtaraq, vaxtımız azdır. Haqqım çatır. Uşaq olanda onun içine yıxılmışam. Tapdım. Nə qədər ki bizi tapmayıblar, onu götürüb gedirik. Abelix, bizə kömək elə. Bircə bu yox. Buna baktım. Biraz... Bir damcı. Dahi Sezar demişken biz ona göre buradayıq ki, böyük medeniyetimizi bu torpaqlara yayaq. Ama ne kadar ki yerli insanlar bizi özlerine düşman hesab eləyir, bu çok çətin olacaq. Britlər çox məğrurdur. Onlardan çox mədəni davranın və bizim necə böyük xalq olduğumuzu onlara göstərin. Bunu əməli işlə sübut eləmək üçün əlimizdə bir fürsət düşdü. Gününüz aydın, işiniz uğurlu olsun. Sizə can sağlığı arzulayıram Brit dostlarımız. Bax belə əsgərlər, bunu belə eləmək lazımdır. Sarsağlam. Üzr istəyirəm, təsadüfən burada araba görmədiniz. Siz qalsız? Mən Lütesiyadan gəlmişəm, amma indi Bəs Londiniumda çəllək neyirsiniz? axtarıram. Siz görmədiniz onu. Mən qalları sevirəm. Siz bu Britlərdən 1000 dəfə gülməlisiniz. Çox şad oldum. Doğrudan? Göyərçin poçtuna ünvan qoyun, sizinlə əlaqə saxlayacağım, yaxşı? Bu Sezar'ın aktardığı qallardan biridir. Onu kaldırın. Kaldırın, kaldırın. Ser Jolly Tarks,
Bu dəhşətdir. Dəhşətli hadisə baş verib. Sakit olun Miss Macintosh. Nə baş Bu verib? dəhşətdir. Miss Ophelia yoxa çıxıb. Sanki yerin altına Aydındır. girib. Sakit olun, sakit Ən olun. dəhşətlisi isə odur ki, o Godrix'lə qaçıb. Onlar dənizə gedib sahildə gəzmək istəyirdilər. Təbii ki, mən qəti etirazımı bildirdim. Amma o yaramaz gənc Godrix mən aldadaraq arabanı uğurladı. Və onlar evdən qaçıb getdilər. Yaxşı. Bundan məşğul olaram. Onlar hansı tərəfə O getdilər? tərəfə. Yox, mən çox pis çalıram. Yox, hər şey yaxşıdır. Narahat olma. Bəs siz niyə dostlarınızla sehirli içkini axtarmağa getmədiniz? Mənim sehirli içkim sənsən. Siz çox lütfkarsınız. Məsələ lütfkarlıqda deyil, bu həqiqətdir. Onların sehirli içkiləri gülməlidir. Əsl güc deyil. Doğrudan? Bəs əsl güc nədir? Bax bu. Amma bu ədəbsizlikdir. Siz Britaniyalılar özünüzü o qədər sıxırsınız ki, Lütiyasiyada qızlarla dil tapmaq da asandır. Doğrudan? Əlbəttə, onlar baxmır bu ədəbsizlik deyə nədir. Həmişə öpüşürlər. Əsas odur ki, istəyəsən, bu anı tutasan. Əgər xoşuna gəlmirsə, Yox, yox. neysə. Dayan. Sənə nə olub axı? Deməli Britlər bulardır. Amma çox balaca. Siz neyinirsiniz? Mənim arxamda gizlənirsiniz, özünüzü qorxaq kimi aparırsınız. Biz Sezar və onun ordusunu axtarırıq. Bilmirsiniz onu hardan tapa Mən bilərik? ölmək istəmirəm. Özünüzü ələ alın. İstəmirəm, mən qorxuram. Görürəm, siz çox qorxaqsınız. Qorxmaq üzrə çempiyonsuz. O, eşitdin o nə dedi? Hə, Cəldo, Teddy Piaf, qoyma qaçsın. Mən çempionu düşərgəyə aparıram. Sənsə yaxın kəndlərdən birinə get. Əvvəlcə Sezarın yerini soruş, sonra da hamını öldür. Mən o kəndi necə tapacağım? Qız sənə göstərər. Və sonra qızı neyniyim? Onu da öldür. Səfil. Hə, düzdür. Günün xoş və uğurlu olsun naməlum dost. Dayan. Əvvəlcə qaydaları təyin eləmək lazımdır. Qayda? Nə qayda? Yaxşı olsun, qaydasız döyüş. Sağ ol. Dəyməz. Bu o qədər də çətin olmadı. Sadəcə isimə hərəkət elədim. Bildiyim qədər siz tək qaçmamışdınız. Godrix'i bu normalar uğurladı. Mən ona görə çox narahat oluram. Düz eləyirsiniz. Yəqin indi onu naharda qızardıb yeyirlər. Bu dəhşətdir. Hə, düzdür, elədi. Gedək. Təklif eləyirəm evə qaydaq. Öz aramızda sizin biganəliyiniz məni qəlbimin dərinliklərinə qədər kədərləndirdi. Mənim də kədərlənmək üçün səbəblərim var, amma sizi ittihamlarımla təhqir eləmirəm. Ola bilər. Bəli, mən səhvə yol vermişəm. Amma məyər başqa cür ola bilərdi? Siz qış günündən darıxdırıcı, Miss Macintosh'dan da sərtsiz Julie Torax. Sizin məndən danışmağınız yarım il, evlənmək təklif eləməyinizsə bir il çəkdi. Bu vaxt ərzində cəmi 30 söz belə danışmamışıq. Mən sizin hisslərinizi nə vaxt görəcəm? Heç olmasa biraz canıyananlıq, biraz insan hərarəti. Mən bunları nə vaxt görəcəm? Ölüm yatağında? Mən özümü centlmen kimi aparıram, Ophelia. Əgər bu sizi qane eləmirsə, deməli bir-birimiz üçün yaranmamışıq.
Bəs sən burada nə edirsən? Məni təsadüfən nəqliyyat yoxlamasında saxladılar. İndi karvan gözləyirlər ki, ölkədən sürgün eləsinlər. Sən çölə çıx. Cəld ol. Üzr istəyirəm, mənim bitkimə biraz su gətirə bilərsiniz? O içmək istəyir. Buyur, daha istəmir. Mənim ağacım! O səni öldürdü! Niyə? Nə niyə? Niyə mənim əl-ayağıma dolaşırsınız? Yulik, həyat belədir. İnsanlar da tarix kimidirlər. Xeyirxahı var, qəddarı var. Razıyam, deməli qəddar sənsən. Yox, qəddar sənsən. Bu Asterixin sərgüzəştləridir. Sezarın yox. Asterixin sərgüzəştləri? Yox, dayan. Bilirsən bu nədir? Qal müharibəsinin səlnaməsi. Başqa sözlə desək, Yuli Sezarın sərgüzəştləri 6 cilddə. Bu tarixdə oğlum özü də böyük hərfi ilə. Görürəm sən tanrılıq iddiasına düşmüsən. Məncə sən qarşındakının kim olduğunu başa düşmürsən. Mənim hərbi yürüşlərimi 2000 ildən sonra da xatırlayacaqlar. Amma onda deyəcəklər, eramızdan 2000 il əvvəl. Bəs sən neynəmsən? Mən? Hə, sən bu təkəbbürlü görkəmindən neynəmsən? Hansı böyük işlər görmüsən? Mən demədim ki, mən böyüyəm. Sadəcə yaxşı oğlan olmağa çalışıram. Səhər yuxudan oyananda özümü xoşbəxt hiss edirəm. Dostlarımla görüşürəm, bir-birimizə kömək eləyirik, deyib gülürük, mübahisə edirik və hər bazar günü birlikdə qaban kebabı yeyirik. Deməli təslim olursan? Yox, qətiyyən, təslim olmuram. Öz aramızda, kəndimizdə mənə çox hörmət eləyirlər. Sənin kəndində? Ha, Bunu mən heç ağlıma da gətirə bilməzdim. Ulas, sənə bir təklif eləmək istəyirəm. Gəl mənə işlə. Sənin bacarığın və mənim qüdrətim birlikdə biz dünyanı işğal eləyərik. bu mənim nəyimə lazımdır? Ona görə ki, mən sənin atanam. Ola bilməz. İnandın, hə? İnandın. Yox. Bir saniyəlik də olsa inandın, özüm gördüm. Yox, inanmadım. Yox, dedim ki, yox. Axmaq zarafatdır. Sən döyüşü seçməmsən, Asterix. Məzlumları müdafiə eləmək çox həssas mövzudur. Bu egoya zövq verir, amma faydasız bir şeydir. Sən çox çətinliklə onları xilas eləyirsən, amma başqası onları öldürür. Yox, 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 yox. Biraz realist ol, özün fikirləş. Bunun xeyri yoxdur. Hı? İtiraf eləmək lazımdır ki, bu Britlər çox qəribə adamlardır. Onlara kömək eləmək lazım olanda çox mehriban olurlar. Amma elə ki, ayaqları yer tutdu, 100 illik müharibə ilə üstünə gəlirlər. Ona görə də mənə qulaq as. Kəlləyin yerini mənə de. Mən onların ölkəsini işğal edeyim və bütün mədəniyyətlərini məhv edeyim. Nə istisi olacaq, nə də bişmiş ət. Normal dildə danışacaqlar. Məyər sən bəşəriyyətə xidmət eləmək istəmirsən? İstəyirəm. Amma yenə də yox. Yaxşı, aparın onu. Aparın və dili açılana qədər işgəncə verin. Bəni bezdirdi, artıq yoruldum. O özünə gəldi. Çempion özünə gəldi. Çempion! 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 Başçı, bu çempiondu. Qorxut bizi. Üzr istəyirəm, nə? Qorxut bizi. Biz çox uzaqlardan bura qorxunu dərk eləməyə gəlmişik. Bunun nə olduğunu bizə öyrət. Qorxu elə bir şeydir ki, o gələndə tir-tir əsirsən, tərləyirsən, dişlərin bir-birinə dəyir, bəzən qarnın ağrıyır. Bu gripdir. Qorxu gripdir. Ona necə yoluxmaq olar? Axırıncı dəfə qripi əmoğlum epitafdan yoluxmuşdum. Axırıncı dəfə soruşuram, Normandiyalı. Bilmək istəyirəm ki, bizim Goldrix'i hara aparmısınız? Əzizim, Ofeliya, özünüzü bu cür aparmaq sizə yaraşmır.
Mr. Tedibiyaf, baxmayaraq ki siz bu evə əsasən öz iradənizin əksinə olaraq gəlmişsiniz, sizi əmin eləyirəm ki, əlimizdən gələn eləyəcəyik ki, bu evdə keçirəcəyiniz günlər sizin üçün xoş olsun. Bundan başqa, əgər sizə bir şey lazım olsa, utanmadan bizə müraciət edə bilərsiniz. Siz nəsə istəyirsiniz? Sizə nə gətirim? Su. Ay, qorxuram ki, mən sizi pis başa düşdüm. Sudan su. Mənə su verin. Su. Bu qədər az sözdə, bu qədər çoxsa, birincisi, düzünü belə demək lazımdır, mən istərdim, ən pis halda mən istəyirəm. İkincisi, istəyirəm biləsiz ki, biz Britlər bir-birimizə sizlə müraciət eləməyə üstünlük veririk. Və üçüncüsü, biz kimdənsə nəsə xahiş ediriksə, mütləq cümlədə feilin lazım olan formasını işlədirik. Mənə su ver qadın. Yaxşı, yalnız bu dəfə mən istisna olaraq bir qədər qaydalar çərçivəsindən kənara çıxıb sizin xahişinizi yerinə yetirəcəm. Qaynardı. Odin and olsun ki, sən məni öldürmək istəyirsən küpə giran qarı. Bırax məni. Deyirəm, bırax məni. Tez ol. Bilirsiniz, əzizim Ofeliya, mənə elə gəlir ki, Mr. Tedibiyaf sürətləndirilmiş qısa etiket kursu keçməyə tam hazırdır. Əgər bir neçə centlmen oturub və otağa xanım daxil olursa, həmin an centlmenlər ayağa qalxmalıdırlar və xanım onlara oturmağa icazə verənə qədər o vəziyyətdə qalmalıdırlar. Ya sözlə, ya da başını yüngülcə hərəkət etdirməklə. Bax belə. Əgər xanım əyləşmək arzusundadırsa, onda centlmenlərdən biri, əsasən xanımdan solda olan centlmen ona stul verməlidir və həmçinin ona oturmaqda kömək eləməlidir. Bu hal üçün etiket qaydalarında çox dəqiq göstərilib ki, xanımlar yaşlarına uyğun olaraq əyləşməlidirlər. İndi isə əl hərəkətlərinin və təzimlərin mənasının izahına keçək. Yaxşı qal. De görüm çəllək hardadır. Qulaq as, cəllad olmaq yaxşı işdir. Yox, o mənada ki, siz bu işi həyata yeni başlayan gəncə məsləhət görərdiniz. Yoxdur sözümdür, mənim üçün çox maraqlıdır. Ona görə ki, cəlladla danışmaq imkanınız çox az ələ düşür. Həm də adətən son şans olur. Çəllək hardadır? Deyim, bu sizin vəzifənizdir ya necə? Yəni, bu sizin öz istəyinizdən doğan peşədir, ya əksinə, bu işə sizi əmək birjasından yönəldirdilər və bu iş sizin üçün əsas peşəyə çevrilib. Sadəcə bu iş sizdə çox gözəl alınır, məncə bu əla işdir. Eyni zamanda fikirləşdim ki, əgər siz bu işi seçməsəydiniz, bəlkə də başqa bir insan ola bilərdiniz. Dayanın, yaxşı, deyərəm sizə, hər şeyi deyərəm. Harada olduğumu deyərəm. Eşidirəm. Bəlkə qutaraq. Bütün bunları bir kənara qoyaq, ha? Sevgi sazişi bağlayaq, qardaşlıq sazişi, ha? Nə deyirsiniz? Sənin üçün daha pis qal. Bəli. Kimdir? Xoş və uğurlu günlər. Teftata and olsun, Abelix. Fikirləşdim ki, daha gəlməyəcəksən. Tez ol, qaldır məni, yoxsa artıq isinməyə başlayıram. Qaldır da, nəyə gözləyirsən? Mən daim sənin dediklərinin üzərində düşünürəm. Hər kəs özü-özünə və başqa bu cür sözlər. Bəlkə də sən həqiqətən haqlısan, biz ayrılmalıyıq. Abelix, bu artıq gülməli deyil. Yox, sən haqlısan, bu əhvalatla zəhləni tökmək yaxşı deyil. Gedək pintepis. Qoy Asterix həyatını yaşasın. İstəyirsən üzr istəyim, hə? Yaxşı üzr istəyirəm, amma burada və indi yox. Niyə? Ona görə ki, bu sayılmayacaq. Mən məcbur üzr istəyəcəm, amma səndən inciyəcəm. Məni azad elə və mən sənin qarşında könüllü üzr istəyim. Yaxşı. Bu axmaqlıqdır. Burada hətta linklər də başqa tərəfə işləyir. Yaxşı, yaxşı, bağışla məni. Yaxşı, əlvida pindepis. İndi mən onun yarpaqlarını saxlayacağım. İnanıram ki, mənə uğur gətirəcək. Sağ olun, hər şeyə görə təşəkkür eləyirəm. Əlvida. Çəllək hardadır, Asterix? Yoxa çıxıb.
Yaxşı, onda məncə biz ayrılsaq yaxşıdır. Mən çəlləyi axtarmağa gedirəm, sizsə Godrix'i. Nə? Godrix'i niyə? Deyəsən sən sirri bizi açmaqdan imtina eləyirsən, ha? Yox əşi, yox, and içirəm. Mən Gəlin onu kəsib içinə baxaq görək qorxu harda gizlənib. Kəs onu. Kes onu! Kes onu! Kes onu! Kes onu! Kəs onu. Bəs zarafat elədik. Onu özünə gətirin və uçurumun kənarına aparın. Mən uçuş nümayişi görmək istəyirəm. Çox gözəl. İsti suda bir qədər süd istəmirsiniz Mr. Teddy Piaf? Bir damcı təşəkkür edirəm. Gördüğünüz kimi Miss McIntosh Mr. Teddy Piaf'ı centilmene çevirip ama təəssüf ki o hələ də Godrix'i hara apardıqlarını deməkdən imtina eləyir. İnanın, mən çox təəssüf eləyirəm. Amma centlmen öz silahdaşlarına ələ verə bilməz, elə deyil? Bir saniye, tapdım. Biz ona qaçış imkanı yaradırıq və o bizi onların düşərgələrinə aparır. Başlayın. Miss McIntosh, zəhmət olmasa siz mətbəxdə mənə kömək eləyə bilərsiniz? Qulaq as, Obelix, biz indi meşəyə gedib qaban axtarmalıyıq, hə? Yox, niyə? Mən demişdim, o unudub. Hə. Biz indi meşəyə gedib Yox. qaban axtarmalıyıq, hə? Əlbəttə, biz meşəyə getməliyik. Mən dedim axı. Biz indi meşəyə gedib qaban axtarmalıyıq. Kifayətdir. Bu mənim cümləmdir. Daha bəsdir. Bəsdir, gedirik. Hara? Gedək, gəl. Sən nə inirsən? Gedək. Axı onu tək qoymaq olmaz. Tez ol, yeri. nə lazımdır? Narahat elədiyim üçün bağışlayın. Bu araba sizindir, hə? Nə məqsədlə maraqlanırsınız? Onun içində bir neçə çəllək var idi və onları məndən oğurlayıblar. Sonra intuisiya mənə deyir ki, onların yoxa çıxmasında sizin əliniz var. Yəni siz demək istəyirsiniz ki, mən oğruya oxşayıram? Ümumiyyətlə... Hə, Nə oldu? Meşəyə gedirik ya yox? Belə, indi mənə icazə verin. Əyləşin, Mr. Teddy Piaf. Mən sadəcə bilmək istəyirdim, siz Şama qalacaqsınız ya yox. Əgər qalacaqsınızsa, onda mən bazara gedib lazım olan bütün ərzaqları almalıyam. İnanın, mən böyük məmnuniyyətlə qalardım. Amma təəssüf ki, mənim bəzi vacib işlərim var. Nəsə, mən heç nə başa düşmədim. Hər şey çox sadədir. Mən ona eşitdirdim ki, biz onu Şama gözləmirdik və o da tərbiyəli bir insan kimi bizim qonaqpərvərliyimizdən sui-istifadə eləmək istəmədi və getməyi üstün tutdu. Və salam. Necə də asan imiş. Gününüz xoş və uğurlu olsun. Sizin də. Ay yox. Yox,
desəz eləyərəm. Norman dilini öyrənərəm. Suiti yeyərəm. Sarışına çevrilərəm. Bircə mən aşağı atmayın. Rəhm eləyin. Yalvarıram. Rəhm eləyək. Bu nədir? Bu onların icadıdır. Qısası, irəliyə doğru uçursan, bir qədər süzürsən, sonra dönüb geri qaydırsan. Uçuş marşrutuna görə narahat olmayın. Burada yalnız bir marşrut var. Tullayın. Yox. 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 Ora baxın. Tede Piaf gəlir. Gününüz xoş və uğurlu olsun başçı. Ümidvaram bu kiçik gül dəstəsi qəlbinizə yol tapa biləcək. Nəzərinizə çatdırım ki, onu böyük həvəslə yığmışam. Mənim yerli delikateslərin dadına baxmağa və turizmlə məşğul olmağa vaxtım yoxdur. Sən hardaydın? Çox xoş insanların evində qonaq idim. Onların qonaqpərvərliyinə söz ola bilməz. Bir sözlə harda olmağımın əhəmiyyəti yoxdur. Əsas odur, mən sizi yenidən görməyə son dərəcə şadam. Haqlısınız, iltifatı bir kənara qoyaq. O bizi lazım olan yerə gətirdi. Onu tilsimləyiblər. Sizin səhviniz var. Qətiyyən tilsimləməyiblər. Mənə etiket öyrədiblər. Etiket? Elədi ki var, etiket. Kim öyrədib? O qadın. O Tede Piaf'ın başına gətirdiklərini bizim də başımıza gətirəcək. Ey sən! Tezimə gəl! Mən hələ sənə belə şeylər öyrətməmişəm. Dayanın, bizə nə oldu belə? Mənim titriyir. Mən tərləyirəm. İlahi, nəhayət biz qorxunun nə olduğunu bildik. Ardımca, madem ki artıq bizdə qorxu hissi var, deməli uça bilərik. Hey! Dayan dedim. Axmaq, səfeh, qorxaq, yaramaz. Sən də sənin dostların kütbeyin qoyun sürüsüz. Siz vəhşi heyvansız, donuzlar, alçaqlar. Sizin ayaqlarınızın yerindəki bekondur, başınızın içindəki isə qatıq. Və bir çox başqa şeylər. Düşmən kəndinə doğru ateş. Mən elə acmışam ki, öz qarnımı da yeməyə hazıram. Onda onu necə həzm eləyəcəksən? Jolitoraks'tan yeni məktub var. Şükürlər olsun. Ümidvarım tezliklə gələcəyi barədə xəbər Ümidvaram ki, Ülya Həzrətin işləri yaxşıdır və o sağ-salamatdır. Burada hava çox yumuşaq keçir. Düzdür, arada yağış yağır, amma ümumiyyətlə ciddi bir şey yoxdur. Səmimi olaraq sizin Jolitoraks. Jolitoraks'a məktub göndərin. Mən içkinin harda olduğunu bilmək istəyirəm. Ay! Birini də. Ay! Mr. Abilix, Bəli. siz mənə lütf edib uçurumun kənarında gördüklərinizi heç kimə deməyə bilərsiniz? Əlbəttə. Mənə güvənə bilərsiniz. Məndən söz çıxmaz. Çox sağ olun. Minnətdaram Mr. Abilix. Sonunda heç nəyə baxmayaraq yenə də siz centlmensiz. Yox, bu azdır. Ən azı 4 dənə lazımdır. 1, 2, 3 və 4. 2-ci legiondan məktub var. 6 gündən sonra burada olacaq. Yox, bu çox gecdir. Deyin sürəti artırsınlar. Sezar, adamlarımız çox yorulub. Bir neçə həftədir ki Nə yatırlar. olsun? Biz hərbi yürüyüşə gəlmişik. Balıq tutmağa yox, aydındır? Langelus'tan məktub gəlib. O istehkam qurmağı təklif Yox, edir. yox, 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 yox. Buna vaxt yoxdur. Ver bura. Alo, Langilus. Langilus. Alo. Alo. Langilus. İşləmir. Alo. İşləmir. So she said, what's the problem, baby? What's the problem? I don't know.
düşə bilmirəm. Onları axtarmayanda tapırsan, tapmaq istəyəndə isə tapa bilmirsən. Deməli, onları axtaranda özünə göstərməlisən ki, güya onları axtarmırsan. Məncə eləmək lazımdır. İşimə bax da. Hey, sən nə fikirləşirsən? Yox, məncə qadınları... Sən sussan yaxşı olar. Bax belə. Nə oldu? Çəlləyə getirməmişəm, amma harda olduğunu bilirəm. Onu bir meyxanaçıya satıblar. Meyxanaçı isə onu Komodonum komandasının məşqçisinə satıb. O nə komandadır? Bu tipik Britan oyunudur. Bu oyunda 15 oyuncu olan iki komanda balqabağı tutmaq üçün mübarizə aparırlar. Ağıllı uşaqlardır. Bugün Komodonum komandası ilə Durovernum komandası oynayacaq. Çəllək də 100% orada olmalıdır. Gedim Obelix'i tapım. Gedək. Sizi duelə çağırmaq mənim üçün şərəfdir. Deyəsən mənim nələrdən keçdiyimi dəqiq bilmirsən. Çox sağ ol, amma... Qılıncı götür qorxaq və müdafiə olun. Neynirsən? Ağrıdır axı. Nə olub burada? Bağışlayın, amma bu bizim şəxsi işimizdir. İşin olmasın. Jolitorax ona yaxşı dərs verəcək. Birdən nəsiyyətən də necə? Başçıya izah eləyərik. Gəl görüm. Nə deyirsən, hə? Biz ona hər şeyi izah eləyərik. Sizin qorxaqlığınızın həddi hüdudu yoxdur. Mənim? Əksinə, mən... Oy, bircə deməyin ki, siz öz şərəfinizi təmizləməyə qərarına gəlmişsiniz. Məndə belə bir his var ki, siz sadəcə qısqanırsınız. O sənin iki yüzünü açdı. Ay! Görürəm, siz yenə də məni mühakimə eləmək fikrindəsiniz. Sizsə yenə də əvvəlki kimi cavabdan yayınmaq istəyirsiniz. Bundan nə demək istəyirsiniz? Məncə hər şey aydındır. Ay! Məncə siz özünüzü çox axmaq aparırsınız. Nə dayanmısınız? Öldürün onu. Özünüzə pis olacaq. Amma əgər bunu eləsəz, mənim gözümdə bütün etimadınızı itirəcəksiniz. Gənc axmağı dueldə öldürmək hələ əsl kişilik demək deyil. Əsl kişilik xanımın gözlərinin içinə baxmaq və hansı hissləri keçirdiyinizi ona deməkdir. Xanımlar, xanımlar, xanımlar. Ziddiyyətli, zəif məxluqlar. Məncə o haqlıdır. Öz hisslərini bildirmək çox vacibdir. Doğrudan? Əlbəttə, əgər sevirsənsə ona de. Qəlbini ona bütün çılpaqlığı ilə aç. Mən içimdə bir boşluq hiss eləyirəm. Enerjim azdır. Axı mən ilk dəfə deyil, maneə ilə üzləşirəm. Adətən mənim qalib gəlmək həvəsim hər şeyi üstələyir. Amma indi bilmirəm niyə tükənmişəm. Mənə deyin görüm fəth eləmək hissini doğuran nədir? Qüdrətli və şöhrətli olmaq yanğısı. Sizə yalan demirəm. Qüdrətli? Başqalarından üstün olmaq, onları özünə tabi eləmək. İnsanlar mənə borclu olanda xoşuma gəlir. İnsanları əf eləyəndə çox sevinirəm. Məsələn, deyək ki, kimlərisə edam eləyirlər. Mən son anda peyda oluram və onları əf eləyirəm. Bax, bunu sevirəm. Çox sevirəm. Çox xoş bir hisdir. Qaydalar necədir? Hər şey çox sadədir. Hər komanda balqabağı rəqib komandanın qapısından keçirməlidir. Onlar demək olar bütün fəndlərdən istifadə edə bilər. Bircə silahdan başqa. Əlbəttə, əgər əvvəlcədən razılığa gəlməmisinizsə. Həddən artıq böyüdü. Adamlarınızı giriş qapılarının qarşısına qoyun. Əlavə kömək istəyin. Ben görüm. Burada komandir mənəm. Deməli belə. O çox böyükdür. Qorxuram ki, apara bilməyək. Sən və sən. Giriş qapılarını nəzarət eləyin. Sənsə kömək dalınca get. Əla fikirdir. Ora baxın, o neyini? Məndə günah yoxdur. Birinci o başladı. Rədd ol meydançadan. O dəqiqə görünür ki, centlmen deyil.
Sağ-salamatdır. Bu ya sehirli içkidir ya da çox yaxşı şərabdır. Bilirəm, bizim çox çətin dövrlərimiz olub. Amma bu dəfə, əgər göydən başımıza... Daha doğrusu bu nefit səsidir. Yox. Mən çox yorulmuşam. Çox yorulmuşam. Üzr istəyirəm, bu bizim çəlləyimizdir. Biz onu aparmaq istərik. Roma adından mən o çəlləyi müsadirə eləyirəm. Tez ola bilirik, vaxt itirmək olmaz. Bir dəqiqə kənara çəkil. Bu mənim kəlləyimdir. Yox. Bırax! Ardınca tez. Dayanın. Roma adından əmr eləyirəm, dayanın. Hey, ne oldu? Balqabağı mənə ver. Balqabağı mənə verə bilirik. Bu nədir? Çaya tərəf qaçaq. İleri! Tutun onları! İşlər pisdir. Pinde pis. Sen burada ne inirsən? Romalılar məni tutub dedilər ki, ya orduya daxil ol, ya da səni evə göndərəcəyik. Mən də... Bunları çıxar bizlə gedək tez. Çəllək batdı, indi biz nə edəcəyik? Kəndə gedib bu pis xəbəri onlara deyəcəyik. Razıyam, onda tez gedək. Mənsiz gedin. Necə yəni? Bilirsiniz, mən Miss Macintosh'a saat 5'te isti çay içməyə gələcəyimə söz vermişəm. O məni rəfiqələri ilə tanış eləyəcək. Bizə nə salırsan sən? Yox, mən söz vermişəm. Gentleman isə verdiyi sözə əməl eləməlidir. Qulaq as, bəs Tabelix. Yoxsa unutmursan, bizə ümumi iş tapşırılıb və biz söz vermişik ki, onu sonacan yerinə yetirəcəyik. Asterix, sənin Miss Macintosh'la məni bağlayan hissləri başa düşmək iqtidarında olduğuna şübhəm var. Əlbəttə, başa düşürəm. Qarşılıqlı hisslər, hə? Əsl centilmen olmusan? Afərin. Bütün bunları barədə bilirsən nə düşünürəm? Məncə bu gülməlidir. Gülməli və mənasızdır. Yaxşı. Abelix! Bir dəqiqə, narahat olmayın. İndi onu qaytaracağım. Abelix! Dedim ki, dayan Abelix! Yox. Abelix, dayan deyirəm. Hey! Mən heç yerə getməyəcəm. Axı sən onu heç tanımırsan. Məndən. Nə olsun? Bizi qarşına çıxan ilk qadına dəyişə bilməzsən. Nə? Deyəsən o həqiqətən çox qəzəblidir. Deyəsən burada cəmaat acından ölür. Görünür mühasirə onları tamam əldən salıb. Sizə elə gəlmir? Onlara necə deyəcəyik ki, sehirli içkini gətirməmişik? Sakit ol Godrix. Ən yaxşı halda özlərini öldürəcəklər, ən pis halda isə bizi. Cənablar,
Nəhayət sizinlə tanış olmağıma çox şadam və səbirsizliklə o sehirli içkinin necə təsir göstərdiyini görmək istəyirəm. Əslində, elə mən də sehirli içki barədə danışmaq istəyirəm. Biz böyük çəlləyi doldurub o içkidən gətirmişdik. Amma indi o Temza çayının lap dibindədir. Əslində bu o qədər də vacib deyil, Ülya Həzrət. Doğrudan? Doğrudan? Mən əslində bütün kəndə yetəcək qədər sehirli içki düzəldə bilərəm. Bax, bu gözəl xəbər oldu. Yoxsa artıq məni qorxutmuşdunuz. Əgər Ülya Həzrətləri böyük bir qazanın gətirilməsinə göstəriş versə, mən onu çöldə gözləyəcəm. Etiraf edeyim ki, mən tam başa düşmədim. Başqa yolumuz yoxdur, yalan danışma olacağıq. Pindəpis, Bəli. öz ölkəndən gətirdiyin o bitki hardadır? Budur. Onu mənə ver. Mənim bundan başqa heç nəyim yoxdur. Bilirəm. Yeri gəlmişkən, deyirlər ki, siz həddən artıq güclüsüz, Monsieur Abelix. Mən sadəcə özümü formada saxlamağa çalışıram. Vəssalam. Siz idmanla məşğul olursunuz. Biz kənddə lap kiçik yaşlarımızdan idmanla məşğul oluruq. Bu cana xeyirdir. Ən başlıcası isə idman bizi sıx birləşdirir. Mən şəxsən düşünürəm ki, insanların arasındakı ən vacib münasibət dostluqdur. Bəs siz necə fikirləşirsiniz, Monsieur Abelix? Rəfiqəmiz bilmək istəyir ki, dostluq insan arasındakı ən vacib münasibətdir. Yox? Mən neynədim? Asterix. Növbəti dəfə Roma nizam-intizamı vəhşi nizamsızlığa qalib gələcək. Britaniya qiyamçılarına birləşməyə çalışan qal fanatiklərinin kiçik bir dəstəsi darmadağın edildi. Onların məxfi silahları isə məhv edildi, yox edildi. Artıq bu terrorçular kəndini yer üzündən silməyin zamanı gəldi. Hazırdır. Bu mən təsəvvür elədiyimdən xeyli asan imiş. Cənablar, buyurun. Əla. Adamı gümrahlandırır. Artıq onun necə təsir elədiyini hiss eləyirəm. Olar mən içkimə bir damcısı da əlavə eləyim? Hücuma keçmək üçün düzlən! Hücuma keçmək üçün düzlən. İleri addımla. Marş. Legyon dayan! Ave Romalılar. Mən Britaniyalı dostlarımız demişkən təmiz oyunun tərəfdarıyam. Bizdə sehirli içki var. Nə qədər ki gec deyil, geri qayıdan yaxşı. Mən onu tanıyıram. O itayətdən boyun qaçıran qallardan biridir. Qorxuram ki, o həqiqətən mənəm. Onlar neynir? Onlar neynir? Hey! Sıraları birləşdirin! Sıraları birləşdirin! Sezar demişdi ki, onlar ölü. Gördüyünüz kimi o sağdır.
Deməli onun gömbul dostu da O buradadır. həddən artıq həssasdır. Əgər Britlərə o içkidən veriblərsə, onda bizim işimiz bitdi. Legion, hücuma geçmek için. Artıq vaxt gəlib çatdı. Hamı hazırdır? Məncə dostunuz özünü pis hiss eləyir. Üzr istəyirəm. Bir dəqiqə. Nəsə olub Godrix? Yox, fikirləşdim ki, bəlkə mən sizi burada gözləyim. Özünə əl al Heç Godrix. nə alınmayacaq, hamımız Mənə öləcəyik. qulaq as. Düzdür, biz onlara sehirli içki verməmişik, amma ümid vermişik. Onların ümiddən başqa heç nələri yoxdur. Əgər sən geri çəkilsən, onlar da geri çəkiləcək və hamımız öləcəyik. Hamının ölümünə bais olmaq istəyirsən? Godrix, indi kişi olmağın tam zamanıdır. Sonra gec olacaq. Sıranı bozmayın. Dövüş sırasını bozmayın. Bizi məhv eləyəcəklər. Yok. Sıraları kapamak lazımdı. Hara kaçırsız ahmaklar. Sıraları kapamak lazımdı. Onların sehirli gücləri yoxdur. Onlar yalandan eləyirlər. Bizi aldatmaq istəyirlər. Onların sehirli gücləri yoxdur. Sıraları kapadın. Hücuma keçin. Onlar bizi aldırırlar. Düzel. Onlar yalandan eləyirlər. Onların seyirli gücü yoktu. Ne baş verir? Ne oldu burada? Abelix? Abelix. Dayan. Gözlə. Birincisi onu demək istəyirəm ki, sən mənim əvəzimə nəyin yaxşı, nəyin pis olduğuna qərar verə bilməzsən. İstəyirəm bunu bir dəfəlik yadında saxlayasan. Və o vaxt sən deyəndə ki, mən sənin üçün ağır yükəm, sən mənə görə hər şeyini qurban Yox, verirsən. Abelix. Əslində isə bu qurban filan deyil. Ona görə ki, qurban həmişə əbəs yerə verilir. Sən elədiklərini əbəs yerə eləmirsən və ən başlıcası isə bilirsən ən əsası nədir? Sən mənim dostumsan. Abelix, mən baş verənlərə görə çox tanıram. Buraya gəl. Heç nə baş verməyib. Heç də olmayıb. Hər şey qaydasındadır. Düz sözümdür. Hər şey qaydasındadır. Bağışlayın ki, sizə mane oluram, amma biz o cənablarla nə etməliyik, hə? Yok. Güç verin. Güç verin.
Bu da son, neyləmək olar? Dağılışaq evimizə. Cənab Qallar, bütün Britaniya sizə öz dərin təşəkkürünü bildirir. Çok güzeldi. Çok sağ olun. Çox sağ olun Üliya Həzrət. Mən demək istəyirəm ki, qələbəni siz öz rəşadətinizlə qazandınız. Sehirli içki falan yox idi. Mən artıq bunu başa düşdüm. Buna baxmayaraq düzəltdiyiniz içkinin dadına baxdım və çox xoşuma gəldi. Hansı bitkidən istifadə eləmişdiniz? Böyük kraliçə, bu bitki mənim ölkəmdə çox geniş yayılıb. Onun adı çaydır. Yaxşı, bu andan etibarən çay bizim milli içkimiz olacaq. Mr. Pindepis, mən sizə 4 ton çay sifariş verirəm. Çox sağ olun, çox sağ olun. Sizə gəldikdə isə Ser Jolitorax, göstərdiyiniz şücaətə, qəhrəmanlığa, xüsusilə də böyük ölkəmizin milli sərvətlərini qoruyub saxladığınıza görə sizi millətin peri vəzifəsinə təyin edirəm. Təşəkkür edirəm Üliya Həzrət. Mən də eyni zamanda bütün bu sərgüzəştlər ərzində məni ruhlandıran bir qadına təşəkkürümü bildirmək istəyirəm. O qadına ki, həmişə onda olan yüksək mədəniyyət və ləyaqət məndə hörmət və heyranlıq doğurub. O qadına ki, onun misilsiz parlaq gözəlliyi dumanda azmış bütün gəmilərə yol göstərə bilər. O qadına ki, onun bədən quruluşu unudulmaz həzz vəd eləyir. O qadına ki, onun həssas dodaqları qızmar öpüş üçün alışıb yanır. Bil, sən mənim sevincim, ürəyim və həyatımsan. Ofeliya, sevgilim, mən bütün bunları sənə demək üçün uzun zaman gözləmişəm. Mən səni sevirəm. Tamam, unutmuşam. Mr. Abilix, Bəli. əgər centlmen öz xanımını ictimai tədbirin ortasında qoyub gedirsə və onu rəfiqələrinin alçaldıcı gülüşünün hədəfinə çevirirsə, bununla onu o dərəcədə təhqir eləmiş olur ki, xanım daha onu əsl centlmen hesab eləmir. Amma əlbəttə ki, əgər söhbət Üliya Həzrətin təhlükəsizliyindən gedirsə, onda yalnız və yalnız bu zaman onun hərəkətinə bəraət qazandırmaq mümkündür. Sağ olun. Amma mən qəlbimdə yenə də əsl qal olaraq qalıram. Mən isə əsl Britaniyalı. Yaxşı, məncə artıq sağ ol demək vaxtı gəldi, Mr. Abilix. Və bir zamanlar bizim ikimizi birləşdirən xatirələrin naminə icazə verin, tərbiyə prinsiplərindən kənara çıxaraq çoxdan eləmək istədiyimi eləyim. Sizin əlinizi sıxım. Bilmirəm bunu necə izah edeyim. Qısası, elədiklərimdən sonra daha heç vaxt əvvəlki kim olmayacağam. Gün gələcək, sən də öz sevginlə qarşılaşacaqsan, inan mənə. Yaxşı, bəsdir, bıraq, bıraq. Bağışla. Bəsdir, qıcaqlaşdıq. Bağışla. Mən çox xoşbəxtəm. Hə. Bu çox qeyri-adi istir. Bunu ondan uğurlamışam. Əla şeydi. O keçən əsrə aiddir. Dostum, gör məndə nə var? Oo, Necədir? əla. Burada nəsə çox böyük bir enerji var, elə deyil? Üzr istəyirəm. Deyirəm, burada nəsə çox böyük bir enerji var.
Üzr istəyirəm Böyük Sezar. Britaniya yürüşünün sonu haqqında mən nə yazım? Deyə bilərsiniz? Bir neçə həftə davam edən mühasirədən sonra Britlərin kraliçası və döyüşçüləri Sezara təslim oldu. O alicənab şəkildə onları əfv elədi və başqa ölkələri fəth eləməyə yollandı. Amma... Nəsə problem var? Yox, yox. Asterix'in sərgüzəştləri. Cəfəngiyatda. Film İctimai Televiziyanın sifarişi ilə dublyaj olunub.